Görəsən hamısı bağlanıb, qazı neçə dəfə yoxlamaq. Hətta ürəyi toxtamır və yanındakilara deyir ki, siz də gəlin yoxlayın. Birdən ütü toxta qalar və evdən çıxaram, gələndə görərəm ki, nəsə hadisə baş verib. Beyin bu şəxslə belə bir oyun oynayır. Deyəsən bağlamadın, deyəsən açıq qaldı. Qapını, suyu, elektriki, qazı, bəzən də əgər həmin adam tələbədirsə, hətta imtahan suallarını, çantasını dərsə gedəndə bir neçə dəfə yoxlayaraq təsəlli tapır. Həmin içindəki təşvişi sanki bu formada sakitləşdirir. Əgər yoxlasam, beynimdəki fikirdən xilas olacam. Gedərək ağır bir xəstəliyə çevrilir. Həmin adam beynindəki fikirlər və qorxular əlindən təngə gəlir. O qədər yorulur ki, hətta depressiyaya düşməyə başlayır. Gedərək depressiya və obsesiv düşüncələr birlikdə bu şəxsi yormağa başlayır. Psixologiyada biz buna obsesiv-kompulsiv pozuntu deyirik. Həmin şəxs özü bilməlidir ki, bu düşüncələrin əslində real həyatda həqiqəti yoxdur. Yəni, sizə elə gəlir ki, onu bir də yoxlamalısınız. Siz onu yoxladıqca bu xəstəlik sizdə daha da dərinləşir. Bu xəstənin yaxınları və həmçinin özü bu fikirləri ciddiyə aldıqca, bu fikirlərə görə yaşadıqca, bu fikirlər həqiqətən sizi idarə edə bilər.